Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidmət ərazisində İrandan Azərbaycan istiqamətinə 4 nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdü. Sərhəd naryadı tərəfindən dayan əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdı. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədi ilə atəş açmış, üzərlərindəki bağlamaları atmış, havanın qaranlıq ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçmışlar.